Deyirəm bayılda davam eləyir sərgüzəştlərimiz. İndi bu dağa mən bir dənə əncir ağacı ilə burada üzbəüz gəldim. Vallah belə əncir ağacı siz görməmisiniz. Gəlin bir dənə çəkim sizin üçün baxın görün bax belə əncir ağacı görmüsünüz yoxsa yox. Baxın, buna baxın bir dənə. Bu yoğunluğunda bax bu cürünə əncir ağacı görmüsünüz yoxsa yox. Baba fikir verin buna. Görün nə yoğunluğundadır. Özü də burada bax fikir verin baba. Yəni ki bunun markirovkası da var ha, bizim yaşıllıq idarəsi tərəfindən. Şəxsən mən o ştrix kodla yoxladım, gördüm ki, bəli, bu əncir ağacıdır. Baxın, mənim indi fonumda sizə göstərim ki, yəni ki, bu nə yoğunluğundadır ya, bu yoğunluğunda əncir ağacı görmüsünüz yoxsa yox, hə? Görmüsünüz bu yoğunluğunda əncir ağacı, damına baxın bunun, hardan getirir çıxır. Mən belə şey indiyənə kimi görməmişəm, valla. Bu küçənin çıxışı da gedir birbaşa çıxır Neftçi Qurban küçəsinə, yəni Qurban Abbasov küçəsinə. Yəni, bilməyənlər üçün bilin ki, Bakının mərkəzində, köhnə Bakının mərkəzində bax bu cürünə eksponatlar var. Qəlbdən qəlbə Bayıl qəsəbəsində. Interesli maraqlısı budur ki, bax, indi bu dəqiqə yanvar ayıdır, baxın, bu hindi bar götürür. Valla, я увеличу, да, посмотрите, baxın, yanvar ayında bu bar götürür. Özü какой плодородный. Belə əncir ağacı görən olub sizdən yoxsa yox?